Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Elhamdülillah, Allah'ın rəhməti və lütfu ilə Ramazan ayının 24-cü gününü tamamladıq. Və Allahdan istəyirəm ki, Allah Teala bizdən qəbul etsin ibadətlərimizi və təşəkkür etmək istəyirəm bu məclisi təşkil edən qardaşlardan. Allah mallarına bərəkət versin. Ümumiyyətlə, bugün danışmaq istədiyim mövzu zaman və vaxt barədə olacaq. Gördüyümüz kimi Ramazan ayı artıq son günləri yaşayırıq. Son günlərindəyik. Artıq bir neçə gündən sonra Ramazan ayı başa çatır və fikir versək çox tez gəldi, keçdi. Sanki dünən biz Ramazan ayını qarşılayırdıq, bir-birimizi onun gəlişi ilə bir-birimizi təbrik edirdik. Lakin bugün isə artıq Ramazan ayı ilə vidalaşmağa hazırlaşırıq. Və bu da nəyi göstərir? Və bu da göstərir ki, zamanın tez gəlib keçməsini. Yəni artıq ömrümüzdən daha bir ay keçdi. Və sözsüz ki, kim bu Ramazan ayını ibadətlə, itaətlə keçirdisə, bilsin ki, bu Allahın lütfüdür, Allahın ona mərhəmətidir, Allahın müvəffəqiyyəti ilədir. Lakin kim isə qəflətdə keçirdisə, kim faydalanmadısa, o insan sözsüz ki, o yalnız özünü qınasın, yəni heç kimi qınamasın buna görə. Və bunda da böyük bir ibrət var. Yəni Ramazan ayının belə tez gəlib keçməsində biz nəyi götürürük özümüz üçün, nə ibrət alırıq? İbrət alırıq ki, həyat da belə tez gəlib keçir. Həyat da belədir. Və necə ki, bir ay ötüb keçdi, bu ay başqa aylarla əvəz olunacaq və nəhayət Allahın bizə yazdığı əcəl bir gün tamamlanacaq. Və ona görə də bizim üzərimizə düşən nədir? Bu zamanın belə tez ötüb keçməsindən ibrət alaq və çalışaq əməllərimizi çoxaldaq, salih əməllərimizi çoxaldaq. Çünki bu həyat bizim üçün bir meydandır, bir tarladır və hər kəs bacardığı qədər ibadətlərini çoxaltmalıdır, ibadət etməlidir. Və necə ki, alimlər qeyd edirlər ki, alimlər bildirirlər ki, insanın, İbn Qeym el-Cevzi qeyd edir bunu, rahiməhullah, deyir ki, insan 3 zamanın arasında yaşayır. Birincisi, keçmiş zaman, gələcək zaman və indiki zaman. Keçmiş zaman artıq bitmişdir və insan onunla bağlı səhlənkarlıq və nöqsanlarına görə Allahdan ancaq bağışlanma diləməlidir. Gələcək isə hələ qabaqdadır. İnsan gələcək zaman üçün Allahdan yardım istəyərək bu zamanı itaətlə, ibadətlə keçirtməyi Allahdan istəməlidir və buna niyyət etməlidir. Yəni insan Allahın ona verdiyi bu ömrün, yəni qalan ömrü niyyət etməlidir ki, ibadətlə, itaətlə keçirsin. Əgər ölüm ona bu zamana çatmağa mane olsa belə, etdiyi səmimi niyyətə görə ona savab yazdılar. Yəni əgər insan gələcək həyatını ibadətlə, itaətlə keçirməyə niyyət edərsə, hətta o həmin zamana yaşaya bilməsə belə, yəni ölüm haqlasa onu, niyyətinə görə savab qazanacaq. Hazırki zaman isə insanın əlində olan fürsətdir. Ona görə də insan bu zamanı Allahın itaəti ilə dəyərləndirməlidir. Çünki o da digər zamanlar kimi tezliklə gəlib keçəcəkdir. Həmçinin Uca Allah Quran-ı Kərimdə buyurur ki, həqiqətən göylərin və yerin yaradılışında gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün dəlillər vardır. Yəni biz bu zamanın belə sürətlə ötüb keçməsində nə etməliyik? İbrət almalıyıq.
Həmçinin başqa bir ayədən uca Allah buyurur ki, Allah gecə və gündüzü bir-biri ilə əvəz edir. Həqiqətən bunda bəsirət sahibləri üçün ibrət vardır. Və ona görə də Ramazan ayı hələ bitməyib, sayılı günlər qalıb. Bizim üzərimizə düşən bu sayılı günləri, qalan günləri ibadətlə, itaətlə keçirmək. Çünki əməllər sonuna görədir. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Əl-əməl bil-xavatim, yəni əməllər sonuna görədir. Və sözsüz ki, hamımızın müəyyən bir nöqsanları oldu bu Ramazan ayında. Yəni, heç kim deyə bilməz ki, mən bu Ramazan ayını əvvəlindən ta bu günə kimi layiqli şəkildə keçirmişəm. Yəni, bunu heç kim deyə bilməz. Hamısının, hər bir insanın bir nöqsanı oldu, bir boşluğu oldu. Lakin insan bu boşluğu doldura bilər. Necə? Qalan günləri, yəni Ramazandan yəni az gün qalsa belə, bu günləri çalışmaqla, ibadətlə, itaətlə keçirməklə insan həmin o əvvəlki nöqsanlarını örtə bilər. Və ümumiyyətlə, insan hər bir gününü çalışmalıdır. Hansısa bir əməlini artırsın, ibadətini artırsın. Necə ki, demək, İbn Məsud radiyallahu anhu deyir ki, günəşin batdığı, ömrümün azaldığı, lakin əməl dəftərimə heç bir yaxşı əməl əlavə olunmadığı bir günə peşman olduğum qədər heç nəyə peşman olmamışam. Yəni İbn Məsud deyir ki, mən ən çox peşman olduğum o gündür ki, günəş doğub, həmin gündə mənim ömrüm azalıb, lakin əməl dəftərimə yeni bir salih əməl yazılmayıb. Həmçinin Həsən el-Basri deyir ki, günəşin doğduğu elə bir gün yoxdur ki, o gün səslənib deməsin. Ey Adəm oğlu, mən yeni bir günəm və sənin əməllərinə şahidəm. Məni dəyərləndir, çünki mən keçib gedəndə qiyamət gününə qədər bir daha qayıtmayacağam. Həmçinin başqa bir rəvayətdə demək, Həsən el-Basri belə deyir. Deyir, ey Adəm oğlu, həqiqətən sən günlərdən ibarətsən. Bir gün keçəndə sənin də bir hissən keçib getmiş olur. Yəni, ona görə də insan özü günlərdən, həftələrdən və aylardan ibarətdir. Yəni, bizim də ömrümüzdən artıq bir ay keçir, Ramazan ayı. Əvvəla biz Allaha həmd etməliyik ki, Allah təala bizi müvəffəq elədi bu aya yetişməyə. Və artıq sayılı günlər qalıb, az günlər qalıb, lakin bu günləri də yenə də bacardığımız qədər çalışmalıyıq. Qədir gecəsi ehtimal olunan gecələr hələ qarşıdadır və yenə də çalışmaq lazımdır. İbadətlə, namazla, Quranla bu günləri keçirək. Bu qədər qardaşlar, çox uzatmayayım. Allah bizi eşidib faydalardan etsin. Allah təala bizi sabit eləsin. Allah təala bizi Ramazan ayını bağışlanmış qullarından etsin və cənnətə girməyimizə səbəb etsin.